Bugün Respublikamızın her yanında anım günü kimi qeyd olunur. Bugün sonunda qalibiyyətlə nəticələnən 2-ci Qarabağ müharibəsinin 44 gün müddətində zəfər qazanmış ordumuzun müharibəmizin başlanğıc günüdür. 27 sentyabr Cənab Prezident Ali Başkomandan televiziya vasitəsilə xalqa müraciət elədi. Bildirdi ki, ermənilərin növbəti həmləsini dəf etmək üçün ordumuz əks hücuma keçib. Artıq qısa müddətdə yağı düşmənin xeyli miqdarda silah sursatı artıq ələ keçirilibdir. Düşmən xeyli itkilər verib. Ordumuz Ağdam, Sərsəng istiqamətində cəbhəni yarıbdır. Bu əlbəttə, bu çağırış müharibənin başlanğıcı idi. Bu çağırış bütün Azərbaycan xalqını səfərbər elədi. Artıq elan olundu ki, 2-ci Vətən müharibəsi başlanır. Bu əslində Vətən müharibəsi idi. Vətən müharibəsi o müharibədir ki, o ədalətli müharibədir. Vətən uğrunda, torpaq uğrunda aparılan müharibədir. 2-ci Vətən müharibəsi müharibə tarixinə yeni səhifələr yazılır. İlk dəfə olaraq ordumuz hərb tarixində yeni müharibə modelini ortaya qoydu. Dronlar vasitəsilə və eyni zamanda ilk dəfə tətbiq olunan kamikaze dronlar xətti ilə və deməli insansız hava hücumuna keçə bilən hərbi sursatla təmin olunmuşdur. Ümumiyyətlə Azərbaycan tarixi həm də müharibələr tarixidir. Çünki torpağımız elə bir strateji nöqtədə yerləşib ki, zaman-zaman yağı düşmənin bu torpaqlara bu və digər formada istilaları olubdur. Və hər zamanda Azərbaycan oğlu, Azərbaycan əsgəri sözün həqiqi mənasında şücaət göstəriblər. Cənab Prezident və hörmətli Mehriban xanım paylaşım edib, bugün paylaşım edib və həmən paylaşımda göstərilir ki, bugün anım günüdür. Bugün müzəffər ordumuzun qalibiyyətlə başa çatdırdığı 44 günlük müharibənin başlandığı gündür. Cənab Prezident öz paylaşımında qeyd edir ki, təbii güclü əsgər, güclü texnika ola bilər, hərbi sursat ola bilər, çox vacib strateji xəttlər ola bilər, amma müharibəni aparan əsgərdir, zabitdir. Və sonda qələbə bayrağını torpağımıza sancan təbii ki, əsgərdir. Bax, bu müharibə sözün həqiqi mənasında Azərbaycan gəncliyinin nə qədər vətənpərvər olmasını ortaya qoydu. Bilirsiniz ki, 30 il idi müharibə davam olunurdu və bu müddət ərzində ayrı-ayrı zamanlarda bütün sülh çağırışlarına baxmayaraq, aparılan danışıqlara baxmayaraq, beynəlxalq belə də hüququnun tətbiq olunacağı və BMT-nin 4 qətnaməsinə baxmayaraq, yağı düşmən havadarlarına arxeyin olaraq qətiyyən müharibəni dayandırmadılar və getdikcə ekspansiya siyasətini davam elətdirirdilər. Hətta çox böyük, belə deyək, dırnaqarası arzuları gözlərində qaldı, arzularla yaşayırdılar. Hətta kürə qədər Azərbaycan torpaqlarını yığlaq və Gəncəyə deməli son dayanacaqlar olmağını deyirdilər və təbii ki, arda deməli torpaqlarımız işğal olunurdu. Bu əlbəttə ki, çox böyük bir ədalətsiz idi. 20-21-ci əsrlərin ən böyük, belə deyək, ədalətsizliyi idi. O göstərdi ki, bu müharibə, o ekspansiya göstərdi ki, beynəlxalq hüquq işləmir, beynəlxalq hüquqi resurslar tükənibdir, kim güclüdür, o haqlıdır, dövrü gəlib çatıbdır. Bütün bunları nəzərə alaraq artıq ordumuz əks hücuma keçdi. Bu müharibənin, bu qalibiyyətin əsası Ulu Öndər tərəfindən qoyulmuşdur. Əgər xatırlayırsa, Ulu Öndər hakimiyyətə gəldikdən bir qədər sonra atəşkəsi qazandı. O atəşkəs ordumuzu qurmaq üçün bizə nəfəslik verdi və ardıcıl şəkildə həm Ulu Öndər zamanında, həm də möhtərəm Cənab Prezident zamanında ordumuz gücləndi. Ordumuz yeni texniki taktika, strategiyaya yiyələndi və silahlı qüvvələrimiz ən müasir texnika ilə silahlandırıldı. Və Cənab Prezident həmişə bütün çıxışlarında, bütün görüşlərdə deyirdi ki, biz istəmirik, alternativ bizim imkanlarımız var, amma biz istəyirik sülh yolundan, qan tökülməsin. Yağı düşmən nahiyyət etibarilə
son nəticədə o 27 sentyabr gətirib yetişdirdi. Ümumiyyətlə 27 sentyabr bizim müzəffər ordumuzun yağı düşmənə zərbələr endirdiyi, onun hücumunun qarşısını aldığı ilk gün və eyni zamanda ikinci Vətən müharibəsinin başlanğıcı kimi oldu. Ona görə də Cənab Prezident müvafiq sərəncamı ilə hər il 27 sentyabr Respublikamızda tərəqqipərvər bəşəriyyət tərəfindən Türk arealında səfirliklərimizdə, diplomatik korpuslarda bu gün anım günü kimi qeyd olunur. Bu günün, belə deyək, tədbirin mənası nədir? Bu tədbirin əsas qayəsi, mayası odur ki, biz şəhidlərimizi heç vaxt yaddan çıxartmayacağıq. O, deməli, tökülən qanlar heç vaxtı yerdə qalmayacaqdır və eyni zamanda bizim şəhidlik ve məkanımız həmişə yad olunacaqdır. Şəhidlər xiyabanlarımız, şəhid qəbirlərimiz həmişə yad olunacaqdır. Və əziz həmvətənlər, biləsiniz ki, Azərbaycan tarixində ayrı-ayrı dönəmlərdə müxtəlif müharibələr olmuşdur. Amma bu qədər açıq şəkildə ordumuzun səfərbər olması, torpaqlarımızın geri qaytarılması və gündən-günə hər gün qələbə xəbərini eşidəcəyimiz ən böyük, deməli 44 gün hər saatı, hər dəqiqəsi bizim yaddaşımızda qalan ən böyük tariximizdir. Tariximizin qızıl səhifələridir. Əziz həmvətənlər, həmən vaxtı hamımızın gözü qarşısındadır. Bütün Azərbaycanda uşaqdan böyüyə qədər hamı əskər idi, hamı Cənab Prezidentin tapşırığını gözləyirdi. Yerdə, arxa cəbhədə olan insanlarımız fədakar insanlar idi. Əskərimiz ayağın arxa cəbhəyə, diribən ön cəbhəyə atılırdı. Hər bir rayonda, hər bir səfərbərlik məntəqəsində növbəllik var idi. O cümlədən Bərdədə də 5000-ə qədər insan müraciət eləmişdi. Onlardan 1500 nəfəri deməli ön cəbhəyə ilk ən qaynar nöqtələrdə, döyüşlərdə iştirak elədi. Və hətta yaşlı adamlar cəbhəyə getməyə səfərbər idi. Bu 30 ildə insanların düşmənə olan nifrətinin bir qabarışı idi, bir deməli cavabı idi. Və həmən müharibə dövrü başlanğıcından tutmuş axıra qədər biz itkilər də verdik, ayrı-ayrı yerlərdə texnikada itirdik, deməli səngərə də girdik, səngərdən də çıxdıq, amma bir addım geri çəkilmədik. Çanaqqala döyüşündə bir Türkdən soruşurlar ki, nə qədər ölünüz var? Orada deyirlər ki, bizim yaralımız da oldu, itkimiz de oldu, şəhidimiz de oldu, amma ölümümüz olmadı. Sözün həqiqi mənasında bugün Türklüyün bir parçası, Türk dünyasının bir parçası olan Azərbaycan Türkündə də bir nəfər də olsun ölü olmadı. Onların heç biri ölü deyil. Onların hər biri qəhrəmandır, hər biri şəhiddir. Azərbaycanın şəhidlik səhifələrinə, şəhidlik qızıl kitabına qızıl hərflərlə yazılan insanlardır. Əziz həmvətənlər, hörmətli şəhid valideynləri, şəhid simsarı, qohum əqrabası, bilin ki, o şəhidlər günən, sırağa gün, 5 il bundan əvvəl şəhid olana qədər sizin övladınız idi. Və bugün o bizim hamımız, onlar hamımızın övladıdır. Bu anım günü bizim hamımızın şəhidlərimizi andığımız gündür. Və o insanlar Azərbaycanın hərb tarixinə öz qəhrəmanlıqları ilə, öz şücaətləri ilə yeni səhifələr yazmışdır. Əskərini heç vaxt deməli ön cəbhədə tərk edib, döyüş meydanında tərk edib getmirlər. Özü yaralı ola-ola, özündən ağır yaralını çiyinə, kürəyinə alıb cəbhə ön cəbhədən çıxarır. Bax, bu Azərbaycan əskərinin, Azərbaycan ordusunun şücaətidir. Bugün şəhidlərimiz də, qazilərimiz də, müharibədə iştirak edən veteranlarımız da bizim qızıl fondumuzdur. Zaman-zaman Azərbaycan dövlətinə bu və digər formada təhdidlər də olacaqdır. Çünki dünya müharibələr tarixidir. Yer kürəsi, fəndi bəşər xəlq olandan cəmi 200 il müharibəsiz zaman yaşanıbdır. Qalan dövrlər hamısı müharibələr tarixidir. Bugün də sağımızda, solumuzda müharibələr gedir və Azərbaycan ordusu öz şücaəti ilə, Azərbaycan oğlu öz şücaəti ilə gələcək bütün nəsillərə örnək oldu. Və şəhidlik zirvəsinə yüksəlişi ilə bizim sözün həqiqi mənasında şəhidlik tariximizə dediyimiz kimi yeni səhifələr yazdı. Eyni zamanda antiterror əməliyyatları dövründə ordumuz yenə də böyük qəhrəmanlıq göstərdi.
Tarixdə ilk dəfə olaraq və sözün həqiqi mənasında torpaqlarımız suverenliyin qazandı. Azadlıq ayrı şeydir. Torpaqların belə deyək, ateşkəs olması və s. ayrı şeydir. Amma suverenlik bütün torpaqlar son qarışına qədər azad olunandan sonra o ölkə suveren hesab olunur. Bax 44 günlük müharibə 27 sentyabr bizim tam suverenliyimizin əsasını qoydu. Bu tarix başlanğıcdır. Həmişə adətən belə deyək, o başlanğıc xeyirli də ola bilir, kəşməkeşli də ola bilir və s. də ola bilir. Biz bu tarixlə fəxr edirik. Biz bu tarixi təkcə matəm kimi, təkcə anım kimi qeyd eləmirik. Eyni zamanda bu tarixi qəhrəmanlıq sərnaməmizin başlanğıcı kimi qeyd edirik.